İzləyicilərim, şəhərdə kənd həyatı tapmışam. Deyin necə? Bir dənə buna bax. Qardaş, ev istəyirsən, həyət evi. Heç bir evə birləşməsin, şəxsi tikili olsun, həyət geniş olsun, olsun da olsun. Hamısı var. Narahat olmayın. Əsas giriş hissəsini göstər. Heç bir evə birləşik deyil. Heç bir evə. Həyət çox genişdir. Gəl. Say qurtarmır. Həyətdə pomidor, xiyar ək, nə bilim, nə istəyirsən elə də. 10 dənə maşın salardı, nə bilim, biznes kur. Görsən, raşotkalar, zadı hər bir şey. Hələ həyət bitmir, ha, buna bax. Buna bax. Ha, burada navesi. Hə, bir də onu deyim ki, sənədi kupça da, biraz belə keç qoyuran çəksin, hə. Sənə demirəm, hə, mən hansı ilə danışım, 10 dənə adam var burada. Çək həyətin, buna bax, çək, göstər. Buna bax, genişlik, səliqə. Nə qədər istsən maşın sal, yağış yağdı, lap maşını get saxla burada. Ha, bu navesi. Kombisi burada var, gəl bura. Bax, qardaş, əziz insan, bax. Şəxsi tikiliyib, bax, belə olur, görsən, ətrafına keçmək üçün yer. Da heç kimin evinə birləşik deyil, havalanmaq üçün yeri, kombinin yeri, hər şeyi var, hər şey. Ən əsaslı sənət kupçası əldə hazır. Hazır. Göstərdin həyəti? Həqiqət səliqəli qoy baxsın da cama. Evin əsas giriş hissəsi, dəhlizi buradır. Dəhlizdən solda yerləşir qonaq otağı. Köhnə ev olub, yenidən təmir işləri gedib evin içərisində olur. Əziz izləyicilərimiz, lüstür, əzəl hamısı, kombisdadır, hər şey var. Bugünkü gün al, köç, yaşa. Hətta mətbəx mebeli də var. Mən görməmişəm. Mətbəx mebeli, divarlar. Divarlar, dədə-baba sayağı, 40 santı, pəncərə. Gəl göstər, öz həyət bəhbənə şavacaq. Pəncərə öz həyətinə baxır, heç kimə mantiliyi yoxdur. Burada evin bir yataq otağı, bu da öz həyətinə baxır. Heç kimin həyətinə baxmır bu evin pəncərələri. Bir də buradadır. Görürsünüz, qəşəng, səliqəli öz həyətinə doğru. Ancaq öz həyəti. Geniş hamam sanuzel, indiki evlərin uşaq yataq otağı boydadır bu hamam sanuzel və hadisə yerinə harada başlamışdıqsa, orada da yekunlaşdırmaq istəyirəm, əziz və dəyərli izləyicilərim. Deməli, ev yerləşir Xırdalan şəhəri Uğur Marketin yanında. Uğur Marketin yanında, yaxınlığında 7 saylı məktəb, yaxınlığında Avpark yaşayış kompleksi, yaxınlığında nə istəyirsinizsə var. Bağçası var, marşrutu var. Marşrutu metroya gedir, nəzərinizə çatdırıram ki, satış qiyməti isə 92.000 manata təyin olunub. Real alıcı ilə qiymətdə yerində danışma mümkün olacaq. Evimiz ümumi harca, belə deyim də, təqribi deyim, 2 sot yarım, bəlkə də çox olar. Harca 3 sotsa da olar bəlkə də. Çox geniş, bir daha göstər, təntənəli bir evdir. Gəlin yerində, baxın qiymətdə danışın, razılaşın. Sağ olun, salamat qalın.